Türkiyə çarənin geniş yayılan üsullarından banka qoymaq müalicə məqsədi ilə istifadə olunsa da, nəticəsi çox vaxt gözlənildiyi kimi olmur. Bu üsulun faydası ilə bağlı fikirlər isə müxtəlifdir. Terapevt Zakir Quliyevin sözlərinə görə, banka qoyulduğu zaman bədəndə süni şəkildə yaranan təzyiq və istilik bəzi hallarda damarların partlamasına, dəri yanığına, hətta infeksiyaya yol aça bilər. Xəstələrə bir Türkiyə çarə metodlardan biri olan banka dediyimiz proseduranın olmasıdır ki, yəni bir düşünün, bir insanın banka qoyarkən bir ailədə və yaxud hətta bəzən də olur ki, qonşular arasında eyni banka dövr edir və düşünün, bir insana banka qoyarkən o banka ondan o birisinə keçərkən infeksiyon xəstəliklərin necə də yayılmasına şərait var. Terapevt onu da əlavə eləyir ki, hər insan orqanizmi fərqli quruluşa malikdir və hər hansı ev şəraitində müalicə elmi nəzarət olmadan aparıldıqda ciddi fəsadlara yol aça bilər. Bir çox vaxt vətəndaşların evdə həkim nəzarəti olmadan öz başlarına hər hansı bir tibbi proseduranın yerinə yetirdiyini görürük biz və bunun da fəsadları bir çox zaman xoşa gəlməz, hətta bədbəxt hadisələrin nəticələnə bilər. Çünki bəzən biz xəstəxana daxilində belə xəstəyə tibbi prosedura edərkən onun ağırlaşmasının qarşısını almaq çox çətin olur. Hətta ağırlaşma baş verəndə isə o xəstəni həyata qaytarmaq olduqca çətin olur. Klinika daxilində prosedura edərkən mütləq şəkildə burada sanitariya qaydalarına əməl olunur. Xəstənin təhlükəsizliyi maksimum dərəcədə qorunur. Amma ev şəraitində isə biz bunu edərkən çox təəssüflər olsun ki, bunu çox vaxtı qoruya bilmirik. Mütəxəssislər bir daha xəbərdarlıq eləyirlər ki, sağalmaq ümidi ilə elmi bilikdən uzaq addımlar bəzən əks nəticə verə bilər.